Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Rusiyanın Azərbaycanda müstəmləkə rejiminin yaradılması mövzusudur. Bilirik ki, Rusiya Azərbaycan torpaqlarının işğalına hələ 18-ci əsrdə başlamış, Azərbaycan torpaqlarını işğal etmək üçün 2 dəfə cəhd göstərmişdi. 1722-23-cü illərdə 1-ci Pyotr Xəzəryanı bölgələrə yürüyüş etmişdi. Digəri isə 1796-cı ildə 2-ci Yekaterinanın dövründə Zubov bu ərazilərə yürüyüş etmişdi. Lakin Rus qoşunları hər iki yürüyüşü uğursuzluqla nəticələnmişdi. 1801-ci ildə Rusiyada hakimiyyətə 1-ci Aleksandr gəldi. Artıq Aleksandrın dövründə Rusiya Azərbaycan torpaqlarını işğal etmək üçün əməlli fəaliyyətə başladı. Və beləliklə 1801-ci ildə Qazax, Şəmşəddil, Borçalı, Pəmbək, Loru ərazilər Rusiya birləşdirildi. 1803-cü ildə Ruslar tərəfindən Zarbala tutuldu və daha sonra isə Gəncə xanlığı işğal edildi. Və bu da faktiki olaraq Rusiyanın Azərbaycan işğalına başladığını göstərirdi. Rusiya Azərbaycan işğalına başladığı dövrdə özünə məxsus idarə üsulu yaradıldı. Bu idarə üsulu adlanırdı Komendant idarə üsulu adlandırdı. Rusiya işğal etdiyi Azərbaycan ərazilərində komendant idarə üsulu yaradırdı. Komendant idarə üsulunun başında da Rus zabiti olan komendantlar dururdu. Komendant idarə üsulu necə sərciyə daşıyırdı? Hərbi feodal sərciyəsi daşıyırdı. Bu komendant idarə üsulu hərbi inzibati idarə etmə sistemi idi. Çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirirdi. Həddindən artıq ədalətsiz bir sistem idi. Komendantlar Rusiya işğal etdiyi ərazilər əyalət, dairə və distansiyalara bölünürdü. Əyalət, dairə və distansiyaların başında komendantlar dururdu. Komendantların səlahiyyətlərinə nələr aiddir? Komendantların səlahiyyətlərinə geniş səlahiyyətləri vardı bunların. Təsərrüfatı idarə etmək, bütün mülki və hərbi işlərə rəhbərlik etmək, naib və kəndxudaları vəzifəyə təyin etmək komendantların səlahiyyətində idi. Hətta bunlar məhkəmə və vergi işlərinə də sədrlik edirdilər. Yalnız komendantların ölüm hökmü vermək hüququ yox idi, lakin komendantlar bəzən bu işi də həyata keçirirdilər. Komendantların qərarları ilə, sərəncamları ilə bəzi şəxslər qətlə yetirilirdi. Naib və kəndxudalar da komendantlar tərəfindən vəzifəyə təyin edilirdi. Naib və kəndxudalar adətən Rusiyaya sədaqətli olan şəxslərdən təyin edilirdilər. Naib və kəndxudalar vergilərin yığılmasına nəzarət edirdilər və yığdıqları vergiləri komendantlara təhvil verirdilər. Naib və kəndxudalar xəzinədən maaş almırdılar. Onların yalnız bir sıra imtiyazları vardı. Ancaq Cənubi Qafqazın idarə edilməsində ali şəxs Cənubi Qafqazın baş hakimi idi. Komendantlar da Cənubi Qafqazın baş hakimi tərəfindən vəzifəyə təyin edilirdilər. Cənubi Qafqazın baş hakimi həm də Rus qoşunlarının Cənubi Qafqazdakı baş komandanı sayılırdı. Rusiya xanlıqları işğal etdikcə Azərbaycan torpaqlarında komendant idarə üsulu yaradırdı. Azərbaycanda ilk ləğv edilmiş xanlıq 1782-ci ildə Qaradağ xanlığıdır. Ancaq Şimal Azərbaycan torpaqlarında ləğv edilmiş ilk xanlıq isə Gəncə xanlığı olmuşdur. Gəncə xanlığı 1804-cü ildə Çar Rusiyası tərəfindən işğal edilmişdi. Elə həmin ildə də Gəncə xanlığının adı dəyişdirilib Yelizavetapol qoyulmuşdu və başında Rus zabiti olan burada dairəyə çevrilmişdi və komendant idarə üsulu yaradılmışdı. Bir sıra xanlıqlar 1805-ci ildə Rusiya ilə iki tərəfli müqavilə imzalaraq onun hakimiyyəti altına düşmüşdü. Bunlar hansı xanlıqlardır? Qarabağ, Şəki, Şamaxı 1805-ci ildə Rusiyadan asılı hala düşmüşdülər. Qarabağ və Şəki Kürəkçay müqaviləsini imzalayaraq ondan asılı hala düşmüşdü. Şamaxı xanlığı ilə də Kürəkçay müqaviləsinə oxşar
bir müqaviləyə bağlanmışdı. Qarabağ xanlığı 1805-ci ildə Rusiya tərəfindən işğal edilmiş, 1822-ci ildə isə Qarabağ xanlığının daxili muxtariyyəti ləğv edilmişdi. Şəki də 1805-ci ildə işğal edilib, 1819-cu ildə isə Çar Rusiyası tərəfindən axırıncı Şəki xanı İsmail xan zəhərlənərək öldürülmüşdü. Bunun nəticəsində Şəki xanlığı ləğv edilmişdi. Şamaxı da 1805-ci ildə işğal edilib, 1820-ci ildə isə ləğv edilmişdi. Dərbənd, Bakı, Quba xanlıqları bunlar 1806-cı ildə Ruslar tərəfindən işğal edilmişdi. Hətta 1806-cı ildə Qubada yerli bəylərdən ibarət əyalət şurası da yaradılmışdı və bir müddət burada əyalət şurası fəaliyyət göstərmişdi. Əyalət şurası isə 1810-cu ildə ləğv edilib, burada da başda Rus zabiti olan komendant idarə üsulu yaradılmışdı. Lənkəran xanlığı 1813-cü ildə işğal edilib, 1826-cı ildə ləğv edilmişdi. Naxçıvan və İrəvan 1827-ci ildə işğal edilmişdi. Sonuncu işğal edilən Şimali Azərbaycan xanlığı İrəvan xanlığıdır. 1828-ci ildə isə ləğv edilmişdi. Naxçıvan və İrəvanda həm də Erməni vilayəti yaradılmışdı. Erməni vilayəti isə 1828-1840-cı illər ərzində mövcud olmuşdu. 1828-ci ildən 1840-cı ilə qədər mövcud olmuşdu. Rusiya işğal etdiyi ərazilərdə bir müddət inzibati bölgü aparmışdı və ilk müsəlman əyalətləri rəisliyinə bölmüşdü, bir də hərbi dairə rəisliyinə. Müsəlman əyalətləri rəisliyinin mərkəzi Şuşa şəhəri idi. Müsəlman əyalətləri rəisliyi mərkəzi Şuşa olan ərazilərə da Müsəlman əyalətləri rəisliyinə hansı ərazilər daxil idi? Bura daxil idi Qarabağ daxil idi, bura daxil Şəki daxil idi, bura Şirvan, Şamaxı ərazisi daxil idi, bir də Lənkəran ərazisi daxil idi. Hərbi dairə rəisliyinin mərkəzi isə Dərbənd şəhərində yerləşirdi. Hərbi dairə rəisliyinə daxil olan Azərbaycan əraziləri isə biri Quba, digəri isə Bakı idi. Bu dövrdə dedi, bu ərazilərin hər biri əyalət hesab edilirdi. Gəncə əyalət hesab edilirdi. Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Bakı, Quba, Lənkəran, Naxçıvan, İrəvan bunların hər biri bunların hər biri əyalətidir. Gəncə isə dairə idi. Hansı dairələr vardı? Çar, Balakən, Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyulmuşdu. Yelizavetpol dairələrindən ibarət idi. Distansiyalar isə Qazax, Şəmşəddil və Borçalı distansiyalarından ibarət idi. Və bir daha deyək, distansiyalar hansılardır? Qazax, Şəmşədil, Borçalı distansiyaydı. Dairələr isə Carbalakən və Yelizavetpol idi. Rusiya Azərbaycan torpaqlarını işğal etdikdən sonra burada təkcə inzibati ərazi bölgüsündə yox, digər sistemlərdə də dəyişiklik etdi. Bu, ən mühüm sistemlərdən biri olan məhkəmə sistemi idi. Məhkəmə sistemində də ciddi dəyişikliklərə getdi. Bu dövrdə şəriət məhkəmələrində səlahiyyətləri məhdudlaşdırıldı. Əvvəlki hökmranlığı qalmadı bu şəriət məhkəmələrin. Şəriət məhkəmələri indi kəbin, taraq, vərəsəlik işlərinə məşğul ola bilərdi. Ancaq bu dövrdə əyalət və şəhər məhkəmələri yaradıldı. Əyalət və şəhər məhkəmələrinin səlahiyyətləri genişləndirildi. Əyalət və şəhər məhkəmələrinə komendantlar rəhbərlik edirdi. Əyalət və şəhər məhkəmələri bir növ komendant nə istəyirsə o qərarı verirdi. Səhra məhkəmələri də yaradılmışdı. Səhra məhkəmələri hərbiçilər üçün yaradılmışdı. Burada hərbiçilər üçün yaradılsa da, burada mülki məsələlərə də baxılırdı. Hərbi səhra məhkəmələrində ən böyük ədalətsizliklər hökm sürürdü. Bu dövrdə məhkəmələrin səciyyəvi xüsusiyyəti həm əyalət və şəhər məhkəmələri, həm də səhra məhkəmələri rus dilində aparılırdı. Bu da rus dilini bilməyən əhali üçün çətinliklər törədirdi. Ümumiyyətlə, Çar Rusiyasının bu dövrdə Azərbaycandakı siyasəti xalqın narazılığına səbəb olmuşdu. Hətta Cənubi Qafqazda yoxlamaya gələn bir sıra müfəttişlər burada həddindən artıq qanunsuzluqların
olduğunu müşahidə etmişdilər. Vergi həddindən artıq vergilərin yığıldığını müşahidə etmişdilər. Əhalidən taxılın ucuz qiymətə alındığını müşahidə etmişdilər və bunu da mərkəzi hakimiyyət orqanlarına bildirmişdilər. Ümumiyyətlə, Azərbaycanda yaradılan komendant idarə üsulu başdan-başa ədalətsiz bir idarə etmə sistemidir. Çar Rusiyası Azərbaycan torpaqlarını və Cənubi Qafqazı işğal etdikdən sonra burada məqsədi yönlü şəkildə köçürmə siyasəti də həyata keçirirdi. Cənubi Qafqazın və Azərbaycan əhalinin böyük əksəriyyətinin müsəlman olması Çar Rusiyasını narahat edən səbəblərdən biri idi. Ona görə də Çar Rusiyası özü isə dayaq yaratmaq üçün başlıca olaraq köçürmə siyasəti yeridirdi. Köçürmə siyasətində də xristianların köçürülməsinə xüsusi diqqət yetirirdi. Çar Rusiyasının köçürmə siyasətində məqsəd nə idi? Bir nömrəli məqsədi sosial və xristian əhalini sosial və etnik dayaq yaratmaqdan ibarət idi. İkinci məqsədi burada bufer zona yaratmağa çalışırdı. Üçüncü məqsədi burada xristianlaşdırma və ruslaşdırma siyasəti həyata keçirməyə çalışırdı. Dördüncü əsas məqsədi isə regionun iqtisadi fəthini sürətləndirməkdən ibarət idi. Ona görə də Çar Rusiyasının bu siyasətində bu amillər əsas yer tuturdu. Bir daha təkrar edir, sosial və etnik dayaq yaratmaq, bufer zona yaratmağa nail olmaq, xristianlaşdırma və ruslaşdırma siyasəti həyata keçirmək, regionun iqtisadi fəthini sürətləndirmək üçün bu siyasətləri həyata keçirirdi. Ümumiyyətlə, Çar Rusiyası ermənilərin Azərbaycan ərazisinə köçürülməsinə böyük diqqət yetirirdi. Hətta 1724-cü ildə 1-ci Pyotr tərəfindən fərman verilmişdi ki, ermənilərin Xəzəryanı ərazilərdə məskunlaşmasına icazə vermişdi. 1804-cü ildə Yelizavetpol qəzasına 105 erməni ailəsi köçürüldü. 1805-ci ildə isə bu əraziyə 1300 erməni daha köçürüldü. Hətta Pavel Sisyanov tərəfindən bu dövrdə 1600 ay sonra bu ərazilərə köçürülmüşdü. Ermənilərin köçürülməsi sonraki dövrdə geniş vüsət aldı. Bilirik ki, 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı və Türkmənçay müqaviləsinin 15-ci maddəsində Qacarlar dövləti ərazisindən ermənilərin Cənubi Qafqaza doğru hərəkətinə icazə verilirdi. Və bunun nəticəsində 40 min erməni ailəsi Azərbaycan torpaqlarında, Azərbaycan ərazisində bunların yaşamasına icazə verildi. 1829-cu ildə isə Ədirnə müqaviləsi imzalanmışdı. Rusiya ilə Osmanlı arasında buna əsasən Osmanlı ərazisinə 84 min erməni Cənubi Qafqaz və Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən hansı ərazilərdə məskunlaşdılar? Ermənilərin məskunlaşdığı ərazi İrəvanda, Naxçıvan ərazisində, Qarabağda, bir də Borçalı ərazisində ermənilər daha kütləvi şəkildə məskunlaşdı. İrəvanda, Naxçıvanda, Qarabağda, Borçalıda ermənilər məskunlaşdı. Burada ermənilərin məskunlaşması nəticəsində bölgənin etnik tərkibində ciddi şəkildə dəyişikliklərə gətirib çıxartdı. Hətta ermənilər bu əraziyə köçürüldükdən sonra Rusiya hökuməti tərəfindən, Çar Rusiyası tərəfindən onlara bir sıra güzəştlər də edildi. Hansı güzəştlər edildi onlara? Onlar bir müddət vergi və mükəlləfiyyət ödəməkdən, vergi və mükəlləfiyyətdən azad edildi. Hətta Türkmənçay müqaviləsinə əsasən Qacarlar dövləti Rusiyaya təzminat ödəməli idi. Bu təzminatın bir hissəsi də ermənilərə verilməli idi. Hətta onlar daha əlverişli torpaqlara köçürüldü. Köçürülmənin nəticəsi nə oldu? Əhalinin etnik tərkibinin ciddi şəkildə dəyişilməsinə gətirib çıxartdı. Gələcəkdə baş verə biləcək ciddi hadisələrin əsasını qoydu və sonraki dövrdə ermənilər bu torpaqlara qarşı ərazi iddiaları da irəli sürməyə başladılar və gələcək faciələrin təməlini qoydu. Bu dövrdə təkcə Azərbaycan torpaqlarının 19-cu əsrin birinci yarısında ermənilər yox, həmçinin almanlar da köçürülmüşdü. Ümumiyyətlə bilirik ki, 19-cu əsrin əvvəllərində Napoleon Avropada müharibələr aparmışdı. Napoleonun Avropada apardığı müharibələr burada təsərrüfatın dağılmasına səbəb olmuşdu və bunun nəticəsində Rusiya hökuməti də Rusiya qərara gəlmişdi ki, almanların bir hissəsini Qafqaza da
köçürsün və Azərbaycan torpaqlarına və bunun nəticəsində Ruslar tərəfindən 1817-1818-ci ildə Almanlar Cənubi Qafqaz və Azərbaycan ərazisinə də köçürmüşdü. Ümumiyyətlə, Cənubi Qafqazda 8 Alman koloniyası salınmışdı, onun ikisi Azərbaycan torpaqlarındaydı. Hansı koloniyalar salınmışdı? Yelenendorf koloniyası salınmışdı. Yelenendorf koloniyası indiki Göygöl rayonunun ərazisində yerləşir. İlk Cənubi Qafqazda salınan ilk Alman koloniyası idi. Annenfeld koloniyası isə indiki Şəmkir rayonunun ərazisində yerləşir. Ümumiyyətlə, Almanların köçürülməsində məqsəd Almanlar işgüzar millətidir. Onların əkinçilik mədəniyyətini Cənubi Qafqazda da tətbiq etməkdən ibarət idi. Əkinçilik mədəniyyəti Cənubi Qafqazda yaymaqdan ibarət idi. Regionun iqtisadi fəthini sürətləndirməkdən ibarət idi. Ümumiyyətlə, Almanların bu əraziyə köçürülməsi gələcəkdə bu xalqların inkişafına da müəyyən qədər müsbət təsir göstərmişdi. Onlar furqon tipli atlardan istifadə edirdilər, altı zirzəmili evlərdən istifadə edirdilər. Və beləliklə Ruslar tərəfindən hələ Ruslar da köçürülmüşdü. Ümumiyyətlə Rusiya işğal etdiyi ərazilərdə ilk vaxtlar Rus hərbiçiləri və ailələri yerləşirdi. Sonrakı dövrdə onlara bir sıra imtiyazlar verilsə də, Ruslar bu torpaqlarda qalmağı istəmirdi. Ümumiyyətlə tarix boyu Azərbaycan ərazisində bir nəfər də olsun Rus məskunlaşmamışdı. Rusların məskunlaşması əsasən 19-cu əsrdə işğal prosesindən sonra baş vermişdi. Hərbiçilərə bir sıra güzəştlər etməsinə baxmayaraq, hərbiçilər buranın iqliminə uyğunlaşa bilmir, burada yaşamaqdan imtina edirdilər. Sonrakı dövrdə Rusiya hökuməti 1830-cu ildə 1-ci Nikolay qərar verdi. 1-ci Nikolayın qərarına əsasən bidətçilərin Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülməsi haqqında qərar verildi və Ruslar Qarabağda, Şirvanda, Lənkəran torpaqlarında məskunlaşdı və bu dövrdə Azərbaycanda ermənilərin, almanların, rusların məskunlaşması əhalinin etnik tərkibində ciddi şəkildə dəyişikliklərə səbəb olmuşdu. Rusiya Azərbaycanda təkcə siyasi marağı yox, həm də iqtisadi marağı da vardı. Rusiyanın iqtisadi siyasətinin əsas məqsədi buranı Rusiyanın xammal bazasına və satış mənbəyinə çevirməkdən ibarət idi. Azərbaycanın təbii sərvətləri, ipəki, nefti Rusiyanı daha çox maraqlandırırdı. Rusiya tərəfindən Azərbaycan torpaqları işğal edildikdən sonra bir növ Azərbaycanın xammal bazası mənimsənilib Rusiyaya aparılmağa başlamışdı. Azərbaycanda ilk kapitalist müəssisəsi 19-cu əsrin birinci yarısında Nuxada, yəni Şəki şəhərində fəaliyyətə başlamışdı. Hansıydı bu? Xanbad manufakturası idi. 1827-ci ildə Xanbad manufakturası fəaliyyətə başlamışdı. Azərbaycanda ilk manufaktura yaranıb 19-cu əsrin birinci yarısında. Konkret olaraq 1827-ci ildə. 1836-cı ildə Qafqaz ipəkçiliyi və ticarət əkinçiliyi yayan cəmiyyətdə fəaliyyətə başladı. Bu da ipək ticarətinin inkişafına müsbət təsir göstərən amillərdən biridir. Bu dövrdə Azərbaycanda təkcə balıq vətəgələri, duz gölləri, neft və zəy mədənləri də ayrı şəxslərə icarəyə, iltizama verilirdi və bundan da Ruslar böyük gəlir götürürdü. 19-cu əsrin birinci yarısında Azərbaycan bir növ aqrar ölkə idi, yəni əsasən burada kənd təsərrüfatı qaydaları hökm sürürdü. Əhali başlıca olaraq kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olurdu. Kənd həyatı nədən ibarət idi? Əhalinin böyük əksəriyyəti ümumiyyətlə Azərbaycanda kəndlərdə məskunlaşmışdı. Bu dövrdə Azərbaycan əhalisinin ümumi sayı Şimali Azərbaycanda 1 milyona çatırdı. Bunun 90% isə kəndlərdə yaşayırdı. Kəndlərdə yaşayan əhali isə başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olurdu. Əhalinin sosial tərkibi də əsasən şəhər və kənd əhalisinə bölünürdü. Kəndlər də başlıca olaraq iki kateqoriyaya bölünürdü. Dövlət kəndləri, sahibkar kəndlərindən ibarət idi. Kəndlərin böyük əksəriyyətini dövlət kəndləri təşkil edirdi. Az bir qismini isə sahibkar kəndləri təşkil edirdi. Azərbaycanda sahibkar kəndlərin vəziyyəti daha ağır idi. Çünki onlar həm xəzinəyə vergi verirdilər, həm də öz sahibinə vergi ödəyirdilər. Bu dövrdə Azərbaycanda torpaq mülkiyyət formaları hansılardır? Əvvəlki dövrdə qalmış bir sıra torpaq mülkiyyət formaları da saxlanmışdı. Hansılardır? Dövlət
Bu həm də adlanırdı xəzinə torpaqları adlanırdı, dövlətə məxsus olan torpaqlardır. Tiyul xidmət müqabilində verilən torpaqlardır. Vəqif məscidlərə və kilsələrə məxsus olan torpaqlar vəqif adlanırdı. Mülk və mülki xalisə torpaqlar isə bəy və ağaların irsi torpaqları isə mülk və mülki xalisə adlandırılırdı. Bu dövrdə vergi sistemi də ciddi dəyişikliyə uğramamışdı. Əvvəlki dövrdə olan malzəhət və bəhrə vergisi saxlanmışdı. Malzəhət məhsul vergisi idi, bəhrə sudan istifadəyə görə alınan vergi idi. Vergilərin miqdarı əvvəlki dövrə, xanlıqlar dövrünə nisbətən daha qaldırılmışdı və bu dövrdə müsəlman əhali xristiyanlara nisbətən daha çox vergi ödəyirdi. Həm də xristiyan əhali daha əlverişli torpaqlarda məskunlaşmışdı. Şəhər həyatı, şəhər əhalisi əsasən sənətkarlıq və ticarətlə məşğul olurdu. Azərbaycanda bu dövrdə hansı mühüm şəhərlər vardı? Şəki idi, Şamaxı, Dərbənd, Bakı, Quba Azərbaycanın mühüm şəhərləri sayılırdı və bu şəhərlərin hər birində təxminən 10 minə qədər əhali yaşayırdı. Bu dövrdə Çar hökuməti Azərbaycan torpaqlarını işğal etdikdən sonra əhalini nəzarətdə saxlamaq üçün hətta dini işlər üzrə də bir sıra qaydalar tətbiq etdi. 1829-cu ildə Şiə məzhəbli əhaliyə rəhbərlik etmək üçün Şeyxüslam, Sünni əhaliyə rəhbərlik etmək üçün isə müfti vəzifəsi təsis etmişdi və bu da bunun nəticəsində Çar Rusiyası əhalini itaətdə saxlamağa bu köməklik edirdi. 1830-cu ildə bəy və ağalarının torpaqlarının müsadirəsinin bir hissəsi dayandırıldı. Bəy və ağaların torpaqlarının müsadirəsinin dayandırılmasında məqsəd ağaları da özünə sadiq kimi yetişdirməkdən ibarət idi. 1836-cı ildə Alban katolikosluğu ləğv edildi. Alban katolikosluğuna məxsus əmlak Rusiyaya daşınıb apardı. Hətta 1836-cı ildə Azərbaycanda rəhbər vergisi də ləğv edilmişdi. Rəhbər vergisinin ləğv edilməsi Azərbaycanda ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərmişdi. Rusiya hökuməti tərəfindən Azərbaycan işğal edildikdən sonra 1821-ci ildə güzəştli ticarət tarifi qəbul edildi. Bu güzəştli ticarət tarifinin qəbul edilməsində məqsəd ticarət əlaqələrini inkişaf etdirməkdən ibarət idi. Güzəştli ticarət tarifi nəticəsində Cənubi Qafqaza gətirilən məhsulların yalnız 50%-dən gömrük rüsumu alınırdı. Bu da Qərbi Avropa ölkələrindən Cənubi Qafqaza və Azərbaycana xeyli məhsulun gətirilməsinə səbəb oldu. Bunun nəticəsində Cənubi Qafqazda və Azərbaycanda ticarət əlaqələri 4 dəfə artdı. Bu Rusiyanın məhsullarını, keyfiyyətsiz məhsullarını kənara sıxışdırdı. Ona görə də Rusiya hökumətini narahat etdiyi üçün 1831-ci ildə yeni ticarət tarifi qəbul etdi. Yeni ticarət tarifinə əsasən Cənubi Qafqaza gətirilən məhsullar buradan üçüncü bir ölkəyə aparıla bilməzdi. Ümumiyyətlə, hər iki ticarət tarifi ticarət əlaqələrinin inkişafına yönəlmişdi. 1839-1843-cü ildə Azərbaycanda Rusiyada olan vahid ölçü çəki pul sistemi tətbiq edildi. 19-cu əsrin ortalarında isə ticarət əlaqələrinin inkişaf etməsinə görə natural vergidən pul vergisinə keçirildi. Bu dərsimizlə bağlı bu qədər.